Bilirsiniz, bizi dinləyən sizlər üçün, xüsusən də tarixə belə dərin maraq olanlar üçün, Birinci Dünya müharibəsinin Qafqaz cəbhəsi deyəndə ağla gələn ilk mənzərə adətən çox spesifik olur. Yəni, yəqin ki, çoxunuzun ağlına ilk Sarıqamış gəlir. Aha, qarla örtülmüş o dağlar. Bəli, qarlı dağlar, dondurucu soyuq və orada donaraq həyatını itirən o 90 min türk əskəri. Bu, yəni, necə deyim, tarixin bizə təqdim etdiyi çox aydın, vizual olaraq çox sərt bir fəlakət tablosudur. Düşmən orada qardı, təchizatsızlıqdır. Düzdür, səbəbləri anlamaq çox da çətin deyil orada. Elədir. Amma bugün bizim bu araşdırmamızın, bu dərinliklərə səyahətimizin missiyası tam fərqlidir. Biz əlimizdəki mənbələrə, o tarixi qeydlərə əsaslanaraq, çoxlarının bəlkə də heç xəbərsiz olduğu, tarixin kölgəsində qalmış tamam başqa bir dəhşətli hadisəni gün üzünə çıxarmağa çalışacağıq. Söhbət Misirdə saxlanılan 15 min türk hərbi əsirinin başına gətirilənlərdən gedir. Çox ağır bir mövzudur sözün düzü, çünki burada mənzərə Sarıqamışdakı kimi təbii fəlakət deyil. Qətiyyən. Siz təsəvvür edin, müharibə rəsmən bitib, silahlar susub, amma sənədlər bizə göstərir ki, sülh dövründə belə qətliam davam edir. Özü də baxın, bura çox maraqlıdır. Silahla yox, tərcümə və kimyəvi maddə ilə. Gəlin bunu aydınlaşdıraq. Biz həmişə müharibələrin səngərdə bitdiyini düşünürük, düzdür? Aha, əksəriyyət elə bilir. Amma burada, yəni diqqət çəkən əsas məqam odur ki, informasiyanın manipulyasiyası necə minlərlə insanın taleyini dəyişə bilir. Biz məhz bu zəncirvari reaksiyanı o sözdən əmələ keçən dəhşətli körpünü təhlil edəcəyik bugün və əlbəttə yalnız nə olduğunu deyil, niyə baş verdiyini də izah etməyə çalışacağıq. Bəli, bu çox vacibdir, çünki məkanımız bu dəfə qarlı dağlar deyil, 1918-ci ildir, Fələstin cəbhəsiyik və məkan Misirin o qaynar kimsəsiz qumlarıdır. Bəli, Seyid Bəsir düşərgəsi. Tam olaraq, Seyid Bəsir, Kuveysna Osmanlı Üsəraya Hərbiyə kampı. Sənədlərdə belə gedir. Fələstin cəbhəsində əsir alınan Osmanlı əskərləri bura gətirilir. Və söhbət kiçik bir qrupdan getmir. Qeydlərdəki rəqəmlər həqiqətən heyrətamizdir. 16 diviziyanın 48 alayına aid nəhəng bir əsir ordusudur bu. Yəni, faktiki olaraq kiçik bir şəhərin əhalisi deməkdir bu. Və 10 minlərlə insan. Aha. Və bu insanlar 1920-ci ilin 12 iyununa qədər, yəni müharibənin bitməsindən illər sonra da orada olmazın işgəncə və təhqirlərə məruz qalırlar. Siz təsəvvür edin, yəni bizi dinləyənlər üçün bu analogiyanı qurum, evə dönməyi gözləyirsiniz, amma illərlə səhranın ortasında qapalı vəziyyətdə işgəncə görürsünüz. Bu artıq hərbi həbsxana deyil. Yox, bu kütləvi cəzalandırma mərkəzidir sanki. Düzdür. Yaxşı, bəs bütün bunlar nə deməkdir? Yəni, müharibə bitdikdən sonra İngilislərin bu qəzəbi niyə hələ də davam edirdi? Strateji olaraq buna ehtiyac var idi? Baxın, əgər bunu daha geniş mənzərə ilə əlaqələndirsək, yəni strateji baxımdan müharibə bitdikdən sonra bu əsirlər ingilislər üçün əslində böyük bir yük idi. İqtisadi və logistik bir yük. Onların, yəni əsirlərin sağ qalması və ya ölməsi xüsusi bir prioritet deyildi ilk başlarda. Sadəcə quru bir laqeydlik var idi. Bəli, adi laqeydlik. Lakin nəsə baş verir ki, bu biganəlik aktiv, hətta deyərdim ki, paranoyak bir düşmənçiliyə çevrilir və bu bizim mənbələrdəki o növbəti, ən kritik məqama aparır. Bax, burası doğrudan da necə deyim, çox dəhşətlidir. Çünki mənbələrdəki ən vurucu fakt budur ki, bu insanlığa qarşı cinayətin, o qətliamın əsl səbəbkarları kimi hərbi rəhbərlər yox, İngilislərə xidmət edən erməni tərcüməçiləri göstərilir. Aha, o dövrdəki tərcüməçilər. Bəli, və burada bir haşiyə çıxmaq istəyirəm, izləyicilərimiz üçün aydın olsun. Biz burada hansısa bir siyasi tərəf tutmuruq, yəni məqsədimiz kimsə günahlandırmaq deyil, bizim missiyamız sadəcə olaraq əlimizdəki tarixi sənədlərdəki iddiaları, o qeydləri sizə olduğu kimi çatdırmaqdır. Və sənədlər deyir ki, bu tərcüməçilər İngilis zabitləri ilə türk əsirləri arasındakı yeganə ünsiyyət vasitəsi idilər. Yeganə informasiya körpüsü idilər. Bu çox vacibdir. Düzdür. Və mənbəyə görə onlar bilərəkdən, qəsdən yalan tərcümələr edərək İngilis zabitlərinin beyninə bir qorxu yeridirlər. Şikayətləri və ya adi sözləri təhdid kimi təqdim edirlər. Onları inandırırlar ki, əgər yeni bir müharibə olarsa, bu əsirlərdən sağ qalanlar yenidən onlara qarşı vuruşacaq. Bəli, yəni informasiyanın zəhərlənməsi prosesi gedir. Tam olaraq.
Mənə bu həqiqətən maraqlı gəlir. Bugün biz tez-tez fake news, yəni saxta xəbər və manipulyasiya barədə danışırıq. Amma təsəvvür edin ki, iki fərqli dildə danışan tərəf var və yeganə məlumat kanalı qəsdən zəhərlənir. Sözlər silaha çevrilir. Yəni, adi bir tərcüməçinin cümləni fərqli qurması neçə insanın həyatına son qoya bilər. Amma burada mənim anlamaqda çətinlik çəkdiyim bir şey var. Hansı məqamda o? Yəni, hərbi iyerarxiyanı düşünəndə tərcüməçi, necə deyərlər, çox da yüksək rütbəli bir mövqe deyil. Necə ola bilər ki, belə aşağı rütbəli bir mövqe İngilis imperiyasının yüksək rütbəli zabitlərinin qərarlarına bu qədər güclü təsir edə bilsin? Onları kütləvi qətliama necə inandıra bildilər? Bu əslində çox vacib bir sual doğurur. Məsələ sadəcə dil bilmək, bir sözü başqa cür tərcümə etmək deyil burada. Söhbət mövcud olan qorxu və paranoyanı qidalandırmaqdan gedir. Paranoyanı qidalandırmaq. Bəli, İngilislərin zaten gələcək bir müharibə və təhlükəsizlik qorxusu var idi. Tərcüməçilər bu qorxudan məharətlə istifadə edib, o əsirləri potensial bir təhlid, partlamağa hazır bomba kimi təqdim etdilər. Baxın, əgər siz informasiyanın filtrləndiyi yeganə qapıya nəzarət edirsinizsə, reallığı da siz yaradırsınız. İngilis zabitləri reallığı o tərcüməçilərin gözü ilə görürdülər. Yəni onlar əsirləri artıq insan kimi yox, gələcəkdə onları öldürəcək düşmən kimi baxmağa başladılar. Tamamilə. İnandırılmışdılar ki, bunlar sağ qalsa, yenidən silaha sarılacaqlar. Dəhşətdir. Və beləliklə faciənin mexanikası işə düşür. Sənədlərdəki o ən ağır, ən dəhşətli səhnəyə gəlir indi. Artıq düşmənə çevrilmiş, manipulyasiya edilmiş idarəçilər, İngilis zabitləri bir plan qururlar və bunu elə-belə etmirlər. Mikroblardan təmizləmək, dezinfeksiya etmək bahanəsi ilə hovuzlar hazırlayırlar. Aha, o məşhur dezinfeksiya bəhanəsi. Bəli, bu hovuzların normadan həddindən artıq çox xrizol maddəsi tökürlər. Yəni krizol da deyilir, zəhərli bir maddə və əsirlər zorla, süngü gücünə, havaya atəş açılaraq bu qaynar, kimyəvi hovuzlara girməyə məcbur edilirlər. Onlar istəmirlər girmək, ayaqlarını suya salmaq belə istəmirlər, amma arxadan silahla itələnirlər, başqa çarələri qalmır. Çünki arxada əskərlər var, qaçış yolu yoxdur. Yoxdur və mənbədə çox aydın, vizual və doğrudan da adamın qanını donduran bir detal var. O su o qədər qaynar və toksikdir ki, əsirlər bədənləri yananda ölməmək, bircə qurtum nəfəs ala bilmək üçün instinktiv olaraq başlarını o suya salmağa məcbur olurlar. Canlarını qurtarmaq refleksidir bu. Bəli, refleks. Lakin sudan başlarını qaldıranda, yəni artıq gec olur. O kimyəvi xrizol maddəsi onların gözlərini anında yandırır. Gözləri görmür. Düz 15 min türk əsiri, 15 min insan bu üsulla qəsdən və sistemli şəkildə kör edilir. Bunu dinləyən sizlər üçün də yəqin ki, bu detalı əzm etmək heç də asan deyil. Tibbi bir prosedur kimi təqdim edilən şey əslində sənaye miqyasında bir şikəst etmə maşınıdır. Çox qorxunc bir hesablamadır. Və baxın, burada böyük şəkli görmək lazımdır. Təmizlik və dezinfeksiya məsələsi tarix boyu müxtəlif düşərgələrdə insanlara qarşı bir pərdə kimi istifadə olunub. Bu yeni bir taktika deyil. Aha, yəni əllərini yumaq üçün bir bəhanə. Bəli. Xrizol maddəsinin o qədər yüksək dozada olması və gözləri birbaşa məhv etməsi təsadüf ola bilməz. Qərarı verənlər, o hovuzları hazırladanlar nəticəni əvvəlcədən çox yaxşı bilirdilər. Onlar bilirdilər ki, əsirlər nəfəs almaq üçün başlarını suya salacaqlar. Hesablanmış bir addımda. 10 minlərlə insanı öldürmədən, amma gələcəkdə bir daha silah tuta bilməyəcək hala salmaq metodudur. İşığını əlindən alırsan, ömürlü qaranlığa məhkum edirsən. Dəhşətdir. Yaxşı, bəs sonra nə olur? Yəni 15 min adam kör edilib. Bu necə unudula bilər? Sənədlər bizi buradan o qanlı Misir qumlarından götürür və siyasət meydanına aparır. 1921-ci ilə Ankaraya. Aha, Türkiyə Böyük Millət Məclisinə. Bəli, TBMM-yə. Qeydlərdə görürük ki, 25 may 1921-ci ildə millət vəkilləri var. Faiq bəy və Şərəf bəy. Onlar parlamentdə bu məsələni qaldırırlar. Sərt şəkildə çıxış edirlər, səhv etmirəmsə. Nədir? Onlar bu dəhşətli cinayətdə günahkar olanların tapılmasını və cəzalandırılmasını tələb edirlər. Yəni, ədalət axtarışına çıxırlar. Lakin ədalət tam yerini tapmır. Bu iş bağlanmır, yəni hüquqi olaraq sona çatmır. Niyə? Sənədlər buna çox konkret bir səbəb göstərir əslində.
Nədir o səbəb? Səbəb odur ki, yeni yaranan dövlətin, yəni Türkiyənin o dövrüdəki problemləri, düşdüyü vəziyyət o qədər ağır idi ki, bu tarixi və hüquqi işi sona qədər davam etdirmək sadəcə olaraq mümkün olmadı. Bilirsiniz, tarixin bəlkə də ən kədərli tərəflərindən biri də məhz budur. Bəzən fərdilərin yaşadığı böyük faciələr daha böyük və təcili dövlət böhranlarının kölgəsində qalır. O vaxtı TBMM-nin vəziyyətini bir düşünün. 1921-ci il. Qurtuluş müharibəsinin ən qızğın vaxtları. Dövləti yaşatmaq mübarizəsi aparırdılar. Belə bir beynəlxalq cinayətin arxasınca düşmək, İngiltərədən haqq tələb etmək, güclü diplomatik və hüquqi resurslar tələb edirdi. O vaxt isə bu, yəni demək olar ki, imkansız idi. Bəli, ədalət gecikir və bu halda reallıqların və o yeni qurulan dövlətin amansız prioritetləri içərisində sadəcə, necə deyim, qapalı bir dosyaya çevrilir bu faciə. Amma unutmaq olmaz. Və baxın, elə bu dərinliklərə səyahətimizin də məqsədi budur. Gəlin bugün öyrəndiklərimizin bir xülasəsini edək. Yaxşı olar. Biz bugün gördük ki, Sarıqamış qədər məşhur olmayan o Seyid Besir düşərgəsində sadəcə qəsdən yanlış istiqamətləndirilən bir informasiya, yəni mənbələrə görə o tərcüməçilər vasitəsilə verilən dezinformasiya necə böyük fiziki bir fəlakətə çevrildi və 15 min insanın gözləri bahasına başa gəldi. Bu informasiyanın silahdan daha təhlükəli ola biləcəyinin ən canlı sübutudur. Bəli, məlumatların necə və kimlər tərəfindən çatdırılması bəzən silahın özündən qat-qat təhlükəlidir. Və sonda bizi dinləyənlər, istəyirəm sizi provokativ, düşündürücü bir fikirlə baş-başa buraxım. Biz bugün baxdığımız sənədlərdən öyrəndik ki, bir qrup insanın tərcüməçilərin məqsədyönlü şəkildə formalaşdırdığı reallıq on minlərlə insanın taleyini həmişəlik qaraldı. İndi isə özünüzə bu sualı verin. İndiki dövrdə, yəni məlumatların hər an onlarla filtrlərdən, vasitəçilərdən və bəlkə də tamamilə qərəzli alqoritmlərdən keçdiyi bir dünyada yaşayırıq. Bizim tam əminliklə həqiqət kimi qəbul etdiyimiz qərarlar əslində kimin tərcüməsidir? Çox dərin sualdır. Və bugün bizim görmədiyimiz o xrizolog hovuzları hansı informasiya boşluqlarında gizlənir? Bizimlə birgə tarixin bu çətin səhifəsini vərəqlədiyiniz üçün təşəkkür edirik. Növbəti araşdırmamızla görüşənə qədər sağ olun.